İmam Mövla Əli əleyhissalam buyurur, hər kəs cəmaatla, insafla rəftar eləsə, onun izzəti çoxalır. Millət də baxır, görür filanı həqiqətən insaflı adamdır. Alırsan insafla, satırsan insafla, danışırsan insafla, mövqe bildirirsən insafla, qohum-əqrəba əlaqələrində insafla, söz danışırsan kimiz haqqında insafla, məsləhət edirsən insafla. Hətta düşmənvə qarşı ədalətli, insaflı olmalısan. Şiə bu cür olmalı. Hər kəs insafa riayət eləsə rəftarında, cəmiyyət arasında izzətli olur. Dəfələrlə bunu müşahidə eləmişik ki, deyirlər, bəli, filan məsələn, bazarda get filan kəsin yanına. Bu siz hamınıza tanışdır. Nə üçün filan kəsin yanına? Deyir, o insaflı adamdır. İnsafla alır, insafla satır. İndi bir adamdır, mən çox müşahidə eləmişəm, amma bir şey indi əlində qalıb satır. Alan da bilir ki, hə, onsuz da bunu satacaq. Mən filan qədər verirəm. Verirsən, vermirsən, vermə. Mənim buna gücüm çatır. Elə deyir o. Bilir ki, o onu verəcək. Onun vəziyyəti o cürdür. Buna əmindir. Burada insanlar imtihan olunur. Möminlər burada imtihan olunur. Sən bilirsən axı onun qiyməti odur. Nə olsun bu qarşı tərəf bu vəziyyətdədir, verəcək. Amma və sənin insafın, bir nəfər çox istəyərmiş həzrəti görsün. Dualar, zikirlər, xətimlər tutarmış. Bir gün evində oturmuşmuş, buna ilham olur. Mənəvi nöqteyi nəzərdən istiqamət verilir ki, bəli, həzrət tərəfindən ki, həzrət bazarda filan dükandadır. Gəlir diyor ki, bəli, həzrət əyləşibdir. Bir qoca qıfıl düzəldən, qədimdə qıfıllar olardı da, indi də var. Qıfıllar olardı, qıfıl düzəldib satan adamdır. Həm düzəldir, həm də satır, alır, satır. Həzrət oturub o qoca dükançı kişinin yanında, dükanının ağzında. Bu ki görür həzrət istəyir, ayağına düşər, həzrət işarə edir ki, sakit ol, dur bax. Bir neçə dəqiqə keçmişdi, bir xanım gəldi. Əlində bir xarab qıfılı ilə, yəni açarı yoxdur. Məsələn, o dövrdə dinar, dirhəm dövrü. Bunu məndən neçəyə alarsınız? Məsələn, mənim 5 dinara, 5 dirhəmə, məsələn, 5 rubla, 5.000 rubla, hər hansı birimi, 5.000-ə məsələn ehtiyacım var, lazımdır mənə. Bazarda buna 3.000 verirlər. Ancaq mənim 5-ə ehtiyacım var axı. Dükançı o qoca aldı, həmin o qıfıla baxdı. Dedi ki, mənim bacım, bu qıfılın təmiz qiyməti, yəni açarı üstündə olsaydı, məsələn 8.000-dir. Amma indi ki açarı yoxdur, bunun hazırki qiyməti 6.000-dir. 6.000 mən hazıram buna verirəm. Deyir, xanım elə sevindi. Nə gözəl, mənə 5.000 də yetərdi. Amma bazarda 2-dən artıq verməmişdilər. Çox insafsız olur axı. Bir bəli, xanım sevincək getdi. Həzrət mənə buyurdu ki, lazım deyir, xətimlər saxlayırsınız, bu cür məsələlər. Bunu öz yerində bəli, çalışırsınız həzrət. Amma belə oluz, mən özüm gəlib sizi tapacağam. Niyə biz, həzrət bizim yanımıza gəlmir? Çünki biz düzəlmirik. Həqiqətən düzəlmirik. Şəhvət, tama, təkəbbür, bizi dünya sevgisi məhv eləyibdi bizi. Bir tərəfdən də deyirik ki, bəli, istədiyimizi eləyək, həzrət də bizdən razı olsun. İnsaf yox, haqq ədalətin tərifi, belə deyək, və s. axir yoxdur, söz çoxdur bu barədə. Amma deyirik ki, bəli, həzrət bizdən razı olsun, həzrəti görək. Haqqı müdafiə etmirik, insaf, din, mürüvvət və s. Bunlar da əsas məsələlər, əmanətdarlıq, sədaqət.